Okay. Can you reach? And after the charge for any kind of responsibility can be undergoes. But look, here is some disagreements. Deməli gəlmişəm, normalda könüllülük 13:30-da başlayacaqdı, mən 13:20-də gəldim, buradayam, Xətaydayam. Amma indi yazdılar ki, qrupa könüllülük 14:30-da başlayacaq. Yəni 1 saat burada skamyakada oturmuşam, overthinkləyəcəm biraz. Birlikdə danışırıqsa, səbirki ilə ilk olaraq musiqi vasitəsilə o Yəni bura girən, yəni müsəlman olmadan çıxa bilmirdi, yəni o dərəcə. Qorxuncdur. Mən və yenə könüllülük üçün gəldim. Bu dəfə marafon könüllülüyü üçün gəlmişəm. RIB-dən təlim olacaq. Heydər Əliyev mərkəzindəyəm. Belə. Gördüyünüz kimi heç kim yoxdur. Biraz tez gəlmişəm deyəsən. Biraz yox bayağı. Neçəli saat? 30 dəqiqələrdən gəlmişəm. Biz adətən 811-ci otaqda oluruq. Buradan mənzərəni də göstərmək istəmişsəm. Neyse otağa girək. Festival tərəfindən jurnalın məqalələrin təqdim olunması, təşkil olunması. Burada təbii ki, kommersiya hüquqi şəxslər nəzərdə tutulur. Zərər hardan gəlir? Qanunun tələblərini bilməməkdən təbii ki. Məsələn, müqavilə hazırlayır hüquqşünas. Məhkəmə sistemi oxuyuram. Oxuyuram deyəndə ki, hələ sualı hazırlamaq üçün mənbələr oxuyuram. Deməli, bizdə necədir proses? Müəllim sualları atır, 6-7 dənə və mənbələr atır. Çoxlu mənbə atır. Həmin o mənbələri oxuyuruq, sualların cavabında özümüz hazırlayırıq və bəzən atdığı sualların cavabı heç mənbələrdə olmur. Mənbələrdə olmur deyəndə ki, yəni sual ümumi sual olur.
Ya mənbələrdə birbaşa onun cavabı olmur, onsuz da mənbələr oxuyub özünü çıxartmalısan cavab. Bəzən o ki, ümumiyyətlə mənbələr sualla əlaqəsi olmur. O boyda sual atır, mənbənin heç bu sualların heç birinə əlaqəsi olmur. İndi mənbələri oxuyuram, birinci maddələr filan yazıb, onlara baxıram. Deməli, bu cinayət prosessual məcəllədir. Oradan 5 dənə maddə yazmışdı. Orada qəşəng hamısını belə qısaca yazdım. İndi bunları bir dəfə də oxuyacağım. Ondan sonra keçəcəm digər mənbələrə. Neydi sizin? Bunlar ne kadar tutacak? Ben. Uşaqlar, bu qədər bəs deyil, çıxar. Yox, biz hər iki yerə alacağıq. Tutqu seçməyə xahiş edirəm. Mən xoşlayıram. Sən xoşlayırsan ama alınacaq deyil. Mən doğru yaxınlaşdım. Bəlkə para qoyaq. Mən plastik söyləmirəm. Bazar olmayacaq. Tərbiyəsiz. Çək, salam. Kimə çəkirsən? Kanalıma xoş... Həkim, Hər bir salam. Fantezi Bir gün dənizə gedək. Şuran ne böyle bir anlık gözüm. Demiş. Bir şey idman etmiş. Hadi Emre. Onu yeni rastım. İç durdan elə. Küçərələr bir tək. İlk mən elədim ya, çox yavrucu bir şəkildə. Kim hansı ağılsız mən elədi bilmədim. Doğru nöqtəsi kim seçdi? Mən çox maraqlıdır. Safetkaları qoyuruq bura. Get belə artıq şeylər məndə. Safetka nə ya? Gördüyünüz kimi əyləncəli anlar yaşayırıq. Burada ortada qaldı oynayırıq. Bu hal-hazırda arxa planda səsləndirmə edirəm. Çünki həmin vaxtda müəyyən mahnı qoyulmuşdu. Həmin o mahnıya görə videomun telif yeməsini istəmirəm. Ona görə də bu dəqiqə danışıram. Hal-hazırda çox qəşəng bir hissə gələcək. O hissəni mütləq izləyin. Konstitusiya qanununda buna deyilir sahə normativdir. Gələk biz sahənin Və video bu qədər idi. Ümid edirəm videonu bəyəndiniz. Bəyəndinizsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bir ayda video atmırdım. Ümid edirəm gözlədiyinizə dəyər bir video oldu. Bundan sonra çalışacağım daha tez-tez videolar atım. Və növbəti videolarda görüşmək ümidi ilə sağ olun.